Aha, deməli münü 0,2 tapmışdıq. Bayaq izah eləmişəm, əvvəlki videoda var, baxa bilərsiniz. Aha, indi deyir ki, ip qırıldıqdan sonra hər bir cismin necə hərəkət etdiyini yazın. Deməli, ip qırılandan sonra bax ikinci cismə sürtünmə qüvvəsi təsir eləyəcək. Ancaq sürtünmə təsir eləyəcək. Ona görə də tormozlanma hərəkət eləyəcək. Ona təsir edən sürtünmə qüvvəsinin qiymətini tapaq. F sürtünmə 2 bərabər olacaq mü M2J. Mü 0,2-dir, M2 6-dır, J də 10-dur. Bu da eləyəcək 12 Newton. 12 Newton sürtünmə qüvvəsinin təsiri ilə tormozlanma hərəkət eləyəcək. Birinci cismə təsir edən sürtünmə qüvvəsini tapaq. F sürtünmə 1 bərabər olacaq 0,2. Birinci cismin kütləsi 4, J də 10. Bu da eləyəcək 8 Newton. Dartıda 20-dir. Deməli, birinci cisim müəyyən bir təcil alacaq. 20-dən 8-ə çıxacaq, sürtünmə qüvvəsi 8 Newton və böləcəyik kütləsi də M1-in kütləsi 4 kiloqram. Bu da eləyəcək 12/4, eləyəcək 3. Aha, 3 metr/saniyə kvadratı təcillə hərəkət eləyəcək. Dartı da sabitdir, sürtünmə də sabitdir, ona görə bərabər təcillə hərəkət eləyər. Daha sonra deyir ki, ip qırıldıqdan sonra ilk 3 saniyə ərzində M2 cisminin getdiyi yolu tapın. S tormoz bərabərdir, V0-ın kvadratı bölünsün 2A, V0-ın kvadratı bölünsün 2 μJ-dir. V0 vermişdilər 6, münü tapmışam, çəkdi qiyməti 0,2. Aha, J də 10-dur. Bu da eləyəcək 36 bölünsün 4, alınacaq 9. Və yavaşlayan hərəkət eləyir. S tormozun T-dən asılığı yavaşlayan olacaq. 9 metr. Aha. Bir də ki, tormoz müddətində tapaq. T tormozda bərabər V0 bölünsün μJ-dir. V0 6-dır, mü 0,2-dir, J də 10. Bu da eləyəcək 3 saniyədə deməli tormozlanacaq və dayanacaq. Yəni 3 saniyə hərəkətdə olur.